The British education system, private education. Britanya təhsil sistemi, özəl təhsil. 7% of British school children go to private schools, called independent schools. Britaniya məktəblilərinin 7%-i gedir özəl məktəblərə, hansı ki adlanır müstəqil məktəblər. Sözləri atıram, cümləni özünüz qurarsınız. There are 2,400 independent schools and they have been growing in number and popularity since the mid-1980s. There is there oxunur bizdə vardır kimi. 2400 müstəqil məktəb vardır. They have been growing o deməkdir ki, onlar böyüyürlər, artırlar. In number, yəni sayda və məşhurluqda. Since bəri, mid, orta, yəni 1980-lərin ortalarından bəri. Parents pay for these schools. Valideynlər bu məktəblər üçün ödəniş edirlər. And fees vary from about £250 a term for a private nursery to £3,000 a term or more for a secondary boarding school. Yəni, məktəbin ödəniş haqqları dəyişir. Təxminən 250 pounddan bir semestr üçün. Hansı məktəblər üçün? Private nursery, yəni özəl bağçalar üçün və 3000 pounda qədər hansı məktəblər üçün? O məktəblər üçün ki, ümumi təhsil, internat tipli məktəblər üçün. Üçünsə 3000 pound və more, yəni daha yuxarısı. Yuxarısında dəyişir qiymətlər. Most independent schools are called preparatory schools because they prepare the children for the common entrance exam, which they take at the age of 11. Əksər müstəqil məktəblər are called, adlanır. Nə adlanır? Prep. Yəni ki, hazırlıq məktəbləri. Çünki onlar hazırlaşdırırlar uşaqları. Nə üçün? For üçün. Common entrance exam. Ümumi giriş imtahanı üçün. Hansı ki, onlar 11 yaşda həmin imtahana daxil olurlar. Və ya götürürlər kimi də tərcümə eləmək olar. This exam is for entry into the best schools. Bu imtahan üçündür. Nə üçündür? Entry into the best schools. Yəni, ən yaxşı məktəblərə giriş üçündür. The most famous schools are called public schools. Ən məşhur məktəblər adlanır ümumi məktəblər. And they have a long history and traditions. Onların uzun tarixi və adət-ənənələri var. It is often necessary to put your child's name on a waiting list at birth to be sure he or she gets a place. Bu bəzən vacib olur. Uşağın adını, öz uşağınızın adını, yəni sənin uşağın, öz uşağınızın adını gözləmə siyahısına qoymaq və yaxud yazdırmaq doğuşdan. Əmin olmaq üçün ki, o yer götürür, gets a place, yəni məktəbdə yerini alır. Children of wealthy or aristocratic families often go to the same public school as their parents and their grandparents. Onların valideynləri və nənə-babaları kimi, grandparents, nənə-babaları kimi as children of wealthy or aristocratic families, yəni varlı və aristokrat ailələrin uşaqları tez-tez gedirlər eyni ümumi məktəblərə. Eton is the best known of these schools. Eton bu məktəblərin in kimi tərcümə olunur. Ən tanınmışıdır. The majority of independent secondary schools, including public schools, are single-sex. Although in recent years girls have been allowed to join the sixth forms of boys' schools. Müstəqil ümumi məktəblərin əksəriyyəti o cümlədən daxil olmaqla, hansılar daxil olmaqla, ümumi məktəblər də daxil olmaqla are single sex, yəni tək cins üçündür. Ya qızlar üçündür, ya da oğlanlar üçün. Baxmayaraq ki, in recent years, son illərdə qızların girişinə, qoşulmağına hara?
oğlanlar məktəbinin son 2 ilinə, yəni bu sixth form, sixth grade deyil, yəni 6-cı sinif deyil. Bu ingilislərdə, yəni həmin məktəbi bitirməyin son 2 ili deməkdir. Yəni ora icazəli, qızların girişi ora icazəli olmuşdu. Independent schools also include religious schools and schools for ethnic minorities. Müstəqil məktəblər həmçinin daxildir. Include daxil olmaq, religious schools, dini məktəblər, burada da 3 dənə din göstərilib, Yahudilik, Katolik, Xristianlıq və İslam. And schools for ethnic minorities, məktəblər etnik azlıqlar üçün.